Son dövrlərdə dünyada və Azərbaycanda qızılın qiymətində müəyyən qədər bahalaşma müşahidə olunur. Bəs görəsən, toy mövsümünün davam etdiyi bu dövrdə qızıl bazarında ümumi vəziyyət necədir? Satıcılar qızılın qiymətinin artması ilə razılaşsalar da onlar bunun alıcılıq qabiliyyətinə nisbətən təsir etdiyini bildirirlər, lakin qızıl alanlar isə qiymətlərin qalxmasından gileylənirlər. Qızılın artışına rəğmən müştərilər həqiqətən hal-hazırda çox qızıl alırlar. Çünki insanlar təşvişə düşürlər deyə qızıl almağa daha çox meyilli olurlar. Yəni fikirləşirlər ki, birdən qiymət daha çox qalxar. Bəli. Fikirləşirlər ki, daha çox qalxar və ona görə daha çox qızıl alırlar. Alıcılarımız yüksəkdir. Xüsusən toylar üçün qızıl alanlar nələrə üstünlük verirlər? Hansı növ qızılları seçirlər? Hansı qiymət aralığında qızıllara üstünlük verirlər? Ən çox hal-hazırda türk qızılına üstünlük verənlər çoxdur. Çünki İtalyan qızılları və ərəb qızılları daha çox artıblar. İnsanlar da büdcə düşüncəsinə baxaraq, yəni türk qızılına daha çox üstünlük verirlər. 585 əyar qızılın qiyməti 170-180 aralığında dəyişir. 750 əyar qızıl isə 200-210 aralığında, ərəb qızılı isə daha yüksəkdir. Amma buna baxmayaraq müştərilər çoxdur bazarda, tələbat qızıla çoxdur. Hansı növ qızıllara üstünlük verir vətəndaşlar, müştərilər? Əslində müştəri büdcəsinə görə buna qərar verir. Qiymət indi siz ki, alıcılıq qabiliyyəti normaldır. Bəs qiymətin bir qədər aşağı olduğu vaxtla müqayisə elədikdə fərq var alıcılıq qabiliyyətində? Çox cüzi bir fərq var, deməzdim. Çox fərq var, çox az bir fərq var. Biraz qalxıb qiymətlər, bahalaşıb qızıl. Əvvəlkinə müqayisədə bahalaşıb. Müqayisədə, bəli. Yəni istədiyiniz qızılı büdcənizə uyğun seçib ala bilirsiniz. Baxır da qramına. Necədir qiymət? Qiymətlər bahadır. Yəni razı deyilsiniz. Hardasa elə bir ki, biz noyabr ayında gəldik başqa qiymətlər idi. Hal-hazırdakı qiymətlər başqa qiymətlərdir. Elə bir həftənin özündə də qiymətlər çox dəyişir. Gəlirsən bir şey baxırsan, gedirsən, gəlirsən ki, yenə qiymətlər oynayıb. Geçən səfər baxmışdıq hardasa 1600-lük bir şey, indi gəlirsən 1700-də belə. Eyni qızıl. Eyni qızıldır bəli, eyni qızıl, eyni qramaj. Misal üçün bunu neçəyə alırsınız? Hardasa gəlirsə 1700-ə. Sizi qane edir bu qiymət? 1700'e de 1780 işte. Endirim elədilər də indi. Endirim oldu, yəni o qiymətə gəlir. Ailelerimiz de yani Bahadır düşünürsünüz? pahalı, evet pahalı. Büdcənizə uyğun tapa bilirsiniz məhsul? Büdcəyə uyğun tapmaq olur. Amma ürəyinizlə olmur. Necə? Yox, nə bilim belə. Ürəyimcə olmayanı almıram. Bir çox dövlətlər qızıla investisiya eləyir, o cümlədən Azərbaycan da ciddi investisiyalar eləyir. Neft fondu öz rezervlərinin bir hissəsini qızıla keçirir. Bu baxımdan da dünya ölkələrinin qızıl alışı qızılın dünya bazar qiymətini artırdı. Burada təhəm də Amerika dollarının faiz dərəcəsinin azalması ilə bağlı qərarlar və 2026-cı ildə bu qərarların davam edəcəyinə dair gözləntilər idi. Təbii ki, bütün bu dünya bazarında qızılın qiymətinin qalxması zərgərlik bazarında da qiymətləri artırır. Hədiyyə edənlər, toy edənlər bu bazarda belə deyək xərcləri artır. Ən azı bir il bundan qabağına müqayisədə 70-75% daha baha eyni məhsulu almaq məcburiyyətində qalırlar.